Salam, hər vaxtınız xeyir olsun. Bugün çoxsaylı izləyicilərimizin istəyi ilə mən İstiqlal poemasını sizlər üçün təhlil edəcəyəm. Poema iki hissədən ibarətdir. Əvvəli Gülüstan poemasıdır və Şəhidlər poemasından bunun ən böyük fərqi ondan ibarətdir ki, şəhidlər yazılanda biz müstəqil deyildik, azadlığımızı hələ əldə etməmişdik. Amma İstiqlal poeması yazılanda 1999-cu ildə Azərbaycan artıq öz suverenliyinə qovuşmuş müstəqil bir dövlət, respublika idi. Dünya çalxalandı, sular duruldu. Tərsinə dolandı əsrin məhvəri. Zaman hökm elədi, vaxt hakim oldu. Ayağa qaldırdı qul millətləri. Ayağa qalxan qul millətlərin içində Azərbaycan da var idi, hansı ki öz müstəqilliyinə qovuşmuşdu. Sovet Respublikasının tərkibində olan 15 respublikaya əslində işarə edilir. Sadəcə burada Afrikalı qul millətlər ifadələrini səsləndirməklə müəyyən qədər üstüörtülü məqamlara işarə edib müəllif. Açıq yazmasa da, amma biz anlayırıq ki, bu elə bizdən bəhs olunan məqamlardır, bu məqamlar. Qullar silahlandı, qəzəbdən, kindən, ayıra bildilər dumandan sisi. Qovdu ağasının məmləkətindən, kölə Afrikanın kölə zəncisi. Afrika xalqlarının müstəmləkə rejimində, müstəmləkə altında yaşayışına işarə edilir, amma həm də bununla Azərbaycana da bir işarə göndərilir. Bu məqama biraz daha dərindən aydınlıq gətirək. İndi diqqət yetirək digər PDF-ə. 1968-ci ildə Bəxtiyar Vahabzadə Asiya və Afrika yazıçılarının müşavirəsində iştirakı zamanı burada məmləkətlərin istiqlalını tələb edən görkəmli sənətkarların çıxışlarını dinləyir. Deməli, Asiya və Afrika yazıçılarının müşavirəsində iştirak etmişdi və bu müşavirəni təşkil edən elə Sovet Respublikasının özü idi. Müşavirədə də nədən gedirdi söhbət? Qeyd edilir ki, məqsəd əzilən xalqları əzən imperialist dövlətlərə qarşı üsyanını bütün dünyaya bildirmək idi. Hansı ki, elə bu əzən dövlətlərdən biri Sovetin özüymüş. Deyir, onlar nəzərdən qaçırırdılar ki, ən böyük, ən usta imperialist parçalı hökm sür düşüncəsinin fikir babası elə Sovet dövlətinin özüdür. Yəni, bunu Bəxtiyar Vahabzadə çox gözəl anlayırdı. Hətta deyir, burada, yəni çıxışlardan sonra Bəxtiyar Vahabzadə başqa bir Neo adında şeirin də ilk misralarını yazmışdı. Yəni bunlar, bu müşavirələr və digər məqamlar təhrik edir ki, Bəxtiyar Vahabzadə İstiqlal poemasında bu məqamlara toxunsun. Yəni imperialist dövlətin işğalçı siyasətinə. Göyə dirək oldu amanım ahım, halalca haqqımız bizdən yan qaçar. Zəncinin bəxtini açan Allahım, bəs mənim bəxtimi nə zaman açar? Bədii sualdan istifadə etmişdi. Müəllif deyir ki, yəni zəncilər belə öz azadlığına qovuşdu. Bəs biz nə vaxt öz azadlığımıza qovuşacağıq? Bəxtindən şikayət motivi bir neçə əsərlərdə var. Ümumiyyətlə, bəxt motivi çox yerdə var. Gəlin indi bəxtindən şikayət olan şeirlərə diqqət yetirək. Məsələn, Nəsir Azərbaycanım şeirinin sonuncu bəndində belə bir misra var. Deyir, oyanmazmı kör olası bəxtim oy? Və yaxud da məni candan usandırdı qəzəlində qara bəxtim oyanmazmı ifadəsi keçir. Burada da müəllif qeyd edir ki, yəni hamının bəxtini açan Allah, zəncinin belə bəxtini açan Allah mənim bəxtimi nə zaman açacaq? Yaman uzun çəkdi hökmü bu qəsdin, ayrılıb ikiyə döndü bir vətən. Bu poemanın əsas ideyası ikiyə bölünmədir. Yəni şimalın cənubdan ayrı düşməyi. Eyni ideyaya malik olan digər əsərimiz də Xurşidbanın Natəvan əsəridir. Ümumiyyətlə ikiyə bölünməyə bir çox əsərlərdə toxunulub. Heydər Babaya Salam poemasında Azad hekayəsinin sonuncu cümləsinə məsələn diqqət yetirək. Oradan deyir, bütün Azərbaycan, utaylı-butaylı Azərbaycan görünürdü Azadın qəbrindən və bir sıra başqa əsərlərdə. Gülüstan adlanan bu ifritənin kağızı qələmi nədənmiş görən. Gülüstan adlanan bu ifritə deyərkən Gülüstan müqaviləsinə işarə edilmişdir. 1813-28-ci illərdə tarixdən bilirsiniz ki, Türkmənçay Gülüstan müqavilələri bağlanıb, hansı ki Rusiya-İran arasında bağlanan bu müqavilələrə görə Azərbaycan torpaqlarının bir qismi Rus və İran deməli müstəmləkəçilərinin tabeliyi altında bölünürlər. Və Gülüstan kəndi, yəni Goranboy rayonunda olan Gülüstan kəndi yaxınlığında bağlanan bu müqavilə müəllif tərəfindən ifrit adlandırılır. Yəni sırf həmin müqaviləyə görə vətən bir-birindən ayrı düşmüşdü. İfritə adlandırılmaq məsələsi də Xurşidbanın Natəvan əsərində var idi. Hidayət xan Natəvanı ifritə adlandırmışdı. Davam edirik. O kağız, o yazı yumdu gözləri. Yəni Gülüstan, Türkmənçay müqavilələri bağlananda çoxları öz gözünü yumur, yəni vətəni rahat şəkildə düşmənlərin əlinə buraxırlar. Yanan ürəklərdə od külə döndü.
Axı qəlbi bununla barışmayanlar da var idi. Onların ürəklərində od külə dönür. Bizim aramızda o gündən bəri Gülüstan tikanlı məftilə döndü. Niyə Gülüstanı tikanlı məftilə bənzədir? Hamımıza məlumdur ki, iki dövlətlər arasında, yəni sərhəd olan ölkələr arasında sərhədi müəyyənləşdirmək üçün tikanlı məftillər çəkilir araya. Yəni o Gülüstanda deyir, həmin o tikanlı məftillərdir, hansı ki aramıza sərhəd olub. Gülüstan tikanlı məftilə dönüb aramızda. Bir vahid millətə iki hakimin, yəni Rusun və İranın dili doğmalaşır və müəllif bunu lap ağ olan bir hadisə hesab edir. Deyir ki, bu lap ağ oldu. Yəni iki yad ölkənin dili bizim dilimizi sıxışdırır və bizim üçün doğmalaşır sanki. Və doğma ananın şəkərdən şirin olan dili isə bizlərə yasaq oldu. Deyilsə ki, dilimiz ümumiyyətlə unudulur. Bu yanlışdır. Çünki dilimiz gizlincə şəkildə kənddə kəsəkdə qovulub yaşayırdı. Özündən, sözündən qaçaq dilimiz islanıb üşüdü qarda çiçəkdə. Yəni dilin üşüməyi burada metafor yaratmışdır. Təbii ki, dilin sıxışdırılmasına bir işarə var. Yəni məcazi məna var. Yüksək məqamlarda vaxtilə, yəni yüksək dövlət idarələrində istifadə edilən dilimiz indi kənddə kəsəkdə yaşamağa məcbur qalıb. İnsan olmaq üçün uşaq dil açır. Yəni dil açan, böyüyən, yaşad olan bir insan dil açmağa başlayır və insan olmaq üçün biz dil açırıq. Heyvandan və digər canlılardan insanı fərqləndirən əsas məqam onun şuurudur. Yəni şuura malik olmağı. Və deyir, insan olmaq üçün uşaq dil açır. Yasaqlar önündə biz dilsiz olduq. Biz yəni danışa bildiyimiz halda danışmadıq. Dil varsa xalq da var, şan-şöhrət də var, dil yoxdursa millət də yoxdur, heç varlığın özü də yoxdur. Dil ifadələri burada təkrir yaratmışdır. Deməli, dil yoxsa insanın mənliyi də, şərəfi də, şan-şöhrəti də heç nəyi yoxdur müəllifə görə. Quzeydə ayağa qalxdı məmləkət. Bax, burada quzey deyərkən Şimali Azərbaycanı nəzərdə tutur və 20 yanvar hadisələrinə işarə edir. Bir təpə bir dağla üz-üzə gəldi. Bu təpə biz idik. 20 yanvar deməli faciəsi zamanı silahsız əlyalın şəkildə Sovet tanklarına qarşı duran Azərbaycanlılar. O təpə deyir dağla, yəni Sovet Respublikası ilə üz-üzə gəlir. Millətin qəlbində boy atan nifrət köksün həmləsi ilə o dağı dəldi. Yəni əli silahsız ola bilərdilər, amma onların qəlbində bir cəsarət, qorxusuzluq var idi. Və həmin o qorxusuzluq, o cəsarət onlara şərait yaradır ki, o tankların qabağına əlyalın şəkildə çıxa bilsinlər. Yaman acıq gəldi bu nifrət ona. Tankların altında əzdi milləti. Yəni Sovet qoşunu gözləmirdi ki, xalq onlara qarşı müqavimət göstərə bilər. Sığdıra bilmədi dağ qüruruna, yəni o Sovet öz qüruruna sığışdıra bilmədi təpənin önündəki məğlubiyyəti. Ola bilər ki, cismani şəkildə biz məğlub olmuşduq, yəni şəhidlər vermişdik. Bu anidən olan bir hücum idi. Öz vətəndaşına qarşı Sovet, yəni Azərbaycan həmin dövrdə onun tərkibində olduğu üçün öz vətəndaşlarına qarşı hücuma keçmişdi Sovet Respublikası. Və deyir, təpənin önündəki məğlubiyyəti sığışdıra bilmir. Mənəvi cəhətdən biz qalib olmuşduq. Millət olur arzu niyyəti, inamı, inadı öz imanı ilə. Bəli, biz həmin vaxt millətə çevrilmişdik. Birlikdə, yəni bir yumruğa dönmüşdük. Necə ki, 44 günlük vətən müharibəsində belə olmuşdu. İnamla, inadla, öz imanımızla millətə çevrilmişdik. Dərk edib bu haqqı, bu həqiqəti suvardıq torpağı şəhid qanı ilə. Deməli, torpaq şəhidin qanı ilə suvarılıb. Bu da bir çox əsərlərdə keçir. Eyni məqam var idi Şəhidlər poemasında, elə İstiqlalın özündə və İstiqlal marşı şeirində də eyni məqam var. Deyir ki, şühəda fışqıracaq, torpağı sıxsan şühəda. Deyir, hətta torpağı belə sıxsan, oradan şəhidlərin qanı fışqıracaq, şəhid fışqıracaq deyir oradan. Eyni məqamdır. Eşidib qəlbimin üsyan səsini, yazdım şəhidlərin faciəsini. Əsərdə İstiqlal poemasında həm şəhidlər faciəsinə birbaşa işarə var, həm də poemanın adı çəkilib. Və niyə görə bu poema bu qədər həssasdır, bu qədər qəlblərə toxunur və içdən yazılıb? Çünki sırf Bəxtiyar Vahabzadənin gözü qarşısında baş verən və ondan çox az bir müddət keçəndən sonra yazılan deməli əsərdir. Orada yəni bütün ürəyinin o dərinliyindən keçən düşüncələrini, hisslərini həssaslıqla oxucuya çatdıra bilmişdi Bəxtiyar Vahabzadə. Dilək bir çiçək də bitirə bilməz, bugündən sabaha körpə olmasa. Azadlıq ağacı bar verə bilməz, şəhid qanı ilə suvarılmasa. Eyni bənd, yəni müəyyən qədər fərqliliklə Şəhidlər poemasında keçir. Sadəcə burada dilək yox, orada xəyal idi. Belə. Müəllif qeyd edir ki, azadlıq nə vaxt əldə oluna bilər? Mütləq şəhid verəndə. Bu həm də Şəhidlər poemasında da keçən məqamdır. Şəhidin qanı ilə deyir suvarılmasa,
azadlığın ağacı bar verə bilməz, azadlıq əldə oluna bilməz. Şənbə gecəsinə işarə edilmişdir. O şənbə gecəsi, deməli səhər gecikir. 20 yanvar günü. Zaman itirmişdi o gün sağ solu. Zaman belə deyir, itirmişdi. Axı sən necə öz vətəndaşına güllə atəş aça bilərsən? Güllə aça bilərsən. Buna görə deyir, hətta zaman belə sağını solunu itirmişdi. Ömürdən keçərək keçdi şəhidlər. Bir qanlı gecədə minillik yolu. Həmin gün sanki deyir şəhidlər öz canından keçib minillik yolu keçmişdilər. Yəni tarixin minillik yolunu. Həmin şənbə gecəsi biz öldük, dirildik. Şərəf papaq oldu, başlara qondu. Yəni biz Sovet tanklarının qabağında əyilmədik, qorxmadıq. Şərəfimiz papaq olub başlara qondu. Eyni məqam Azərbaycan bayrağının şeirində də var. Deyir ki, kölgən dövlət quşu qondu başıma. Kölgəni dövlət quşu olaraq başına qonduğunu qeyd edir. O qətil gecəsi xalqın 1000 illik şücaət tarixi təkrar olundu. Yəni bu vaxta qədər şücaətli tarix keçmişdik, amma həmin gün sanki təkrarladıq həmin tarixləri. Qatil gülləsinə qurban gedərkən sırf bu iki bənd şəhidlər poemasında eyni ilə keçir. Həmin gün deyir qatil gülləsinə qurban gedərkən gözünü sabaha dikdi şəhidlər. Üçrəngli bayrağı öz qanları ilə vətənin göylərinə çəkdi şəhidlər. Sanki o qan ilə, yəni canları ilə, qanları ilə üç rəngli bayrağımızı vətənin göylərinə çəkdilər. Bununla müəllif həm də qeyd etmək istəyir ki, o bayraq ömür boyu dalğalanacaq. Ən yüksək zirvələrdə, səmalarda dalğalanacaq. Üç rəngli bayraq qanı ilə, şəhidlərin qanı ilə vətənin göylərinə çəkilib. O şənbə gecəsi, o qətil günü. Mümkünə döndərdik çox namümkünü. Yəni mümkün olmayanı biz mümkün elədik. Şəhidlər mümkün etdi. Xalqın qəlbindəki qorxu mülkünü o gecə dağıdıb söktü şəhidlər. Bu vaxta qədər Sovetin özü belə elə anlayırdı ki, xalq qorxur. Azadlıq istəyirdi xalq və bundan qorxurdu. Hətta şəhidlər poemasına aid belə bir cümlə var ki, şəhidlər, yəni 20 yanvara gedən gün, yəni tarix bir neçə il bundan əvvəldən başlamışdı. Yəni Sovet duymuşdu ki, xalq azadlıq istəyir. Məhz buna görə xalqın, əlyalın xalqın üstünə hücuma keçmişdi axşam. Ona görə də xalq deyir, qəlbində bu vaxta qədər olan qorxu mülkünü həmin gecə dağıtdı, söktü. Quzeydə yerini göstərdik ya da, yəni Şimali Azərbaycanda 20 yanvar faciəsinə yenə işarə edilir və deyir, biz quzeydə Sovetə öz yerini göstərdik. Zorun təməlini haqq deşə bildi. Axı biz haqlı tərəfik. Haqq deyir, zorun təməlini deşdi həmin gün. Gördük ki, bu dünyada bütün ayrılanlar birləşdi. İndi müəllif 20 yanvar hadisəsindən keçir ikiyə bölünmə məqamına. Qeyd edir ki, bütün dünyada ayrılanlar birləşdi, biz niyə cənub-şimal ayrılığı yaşayırıq? Bir ikən ikiyik bu halımızla. Yəni ad Azərbaycandır, Azərbaycanlılardır. 30 milyondan çox Azərbaycanlı yaşayır Cənubi Azərbaycanda və bütün dünyada, yəni Azərbaycanlıların sayı çoxdur. Amma deyir, niyə biz bu halımızla bir ikən biz ikiyə bölünmüşük, bir-birimizə həsrət qalmışıq. Biz hələ bugün də deyir, xəyalımızda həsrətin üstündən körpü salmışıq. Yəni Cənubi Azərbaycanlıların ürəyi belə bizimlə döyünür. Və hətta 44 günlük vətən müharibəsində də yəni özünü göstərirdi. Onların bizə olan dəstəyi, mənəvi sevgiləri və s. Daş körpü, vəhdətim, daş Xudafərin. Xudafərin körpüsünə işarə. Gərəksiz daşların qalağı oldu. Niyə görə Xudafərin gərəksiz daşların qalağıdır? Çünki bir körpü, bir abidə ona görə tikilir ki, istifadəyə verilsin. Xalq, insanlar ondan istifadə edilsin. Xudafərin körpü olaraq tikilmişdi, amma ondan heç kim istifadə etmir. Deməli, gərəksiz daşın qalağı idi. Üstündən bir kimsə keçə bilmədi. Bölünən bir xalqın gözdağı oldu. Xudafərin körpüsünün şəkilləri həmişə, yəni tarixən gördük ki, işğal olunmuş torpaqlarımızdan söhbət açılanda hər dəfə o şəkil verilirdi efirlərdə, ekranlarda. Çünki istifadə edilmir Xudafərin körpüsü. Sanki bizim gözdağımızdır. Bizim ola-ola istifadə etmədiyimiz bir abidə. 2 əsrdir ki, o daş körpünün bu tayında mənəm, o tayında sən. Bax, buradakı mən, sən ifadələri təkcə bir nəfəri ifadə etmir. Bu tayında mən, yəni Şimali Azərbaycan. O tayında sən, Cənubi Azərbaycanlılar. Deməli, bir-birimizə həsrət qalan iki tərəf. Sökülüb dağılır daşlar günbəgün. Sərhəd dirəkləri xəbərsiz idi bizim qəlbimizdən keçən körpüdən. Hətta deyir, o sərhədin ki dirəkləri var, yəni sərhədləri saxlayan o dirəklər, onlar belə qəlbimizdəki körpüdən, sevgidən xəbərsiz olurlar. Qəsbkar qəsdini əbədi sanmış.
Qəsbkarlar elə bilirlər ki, bu etdikləri əməllər əbədi olaraq elə bu cürdə qalacaqlar. Heç vaxt yəni bütünləşmək olmayacaq. İki başda duran deyir tağa bax. Çoxu dağılsa da dimdik dayanmış. Həmin o deməli birinci tağla axırıncı tağ. Bütün tağlar dağılsa da, yəni çoxları dağılsa da, birinci tağla sonuncu tağ hələ də dayanmışdı. O tağın deyir biri sənsən, biri də mənəm. Yenə də o mən sən ifadələrində bütün xalq nəzərdə tutulur. Onlar deyir əsrlərlə dözüb sellərə. Yəni burada nə qədər sel olub, burada müəyyən qədər sel deyərkən mücərrədliyə də bir işarə var. Yəni bizi hətta bir-birimizdən mənən, cismani nə qədər ayırmaq istəsələr də könüllərimiz birdir. O sellərə dözmüşük. Selin zərbəsinə tağlar dözübsə, nə gəlib arzusu bir könüllərə? Yenə bədii sualdan istifadə edilib. Bugün qismətimiz qəm-kədərdirsə, dünənki birliyim heç unudulmaz. Bax, buradakı dünənki birliyim heç unudulmaz deyərkən bu ifadə ilə 20 yanvar deməli hadisəsinə işarə edilib, oradakı bizim mənəvi qələbəmizə. Dünənki birliyimiz, yəni biz orada bir olmuşuq. Həmin birlik deyir, heç vaxt unudulmaz. Çayın altındakı torpaq birdirsə, hansı çay? Araz çayı. O tayı bu taydan ayırmaq olmaz. Yəni bu torpaq birdir. Həmin o Araz çayının altındakı torpaq birdirsə, necə tayları bir-birindən ayırmaq olar? Köksünə dağ üstdən dağ çəkilən xalq. Yəni bu çox ustalıqla yazılan bənddir. Digər bəndlər kimi. Köksünə dağ üstdən dağ çəkilən xalq, yəni mübaliğə işlənmişdi burada. Azərbaycana işarə edilir. Bu vaxta qədər xalqımızın başına gələn faciələrə toxunulur. Bir gün deyir dağın köksünə, yəni o Sovetin və bizi bizdən ayrı salanların köksünə dağ çəkəcək. Məftil çəpərləri qıra bilən xalq bir il gec, bir il tez qıracaq yenə. Müəllif inanır, gələcəyə inanır ki, o məftilin çəpərləri bir il gec, bir il tez, yəni dəqiq tarix göstərməsə də nə vaxtsa qırılacaq. Torpağı yoğurur vaxt özü qanla. Yəni bunun üçün deyir vaxt lazımdır. Torpağı vaxt qanla yoğurur. Vaxt gəldi. Bircə söz min dünya açar. Artıq anlamışıq ahla amanla, nə məftil əriyər, nə sərhəd uçar. Deyir biz xalq olaraq anlamışıq ki, ağlamaqla, üsyan etməklə iş aşmaz. Bizə yəni vuruş lazımdır, bizə daha da yəni əməli fəaliyyət lazımdır. Bu da Xurşidbanı Natəvan əsərində Seyid Hüseynin dilindən keçən cümlədir. Deyir ki, millətə vuruş lazımdır ağalar, inilti yox. Zülm öz-özünə kəsilir qəlim. Baxın, öz yönünü dəyişən çarxa. Suyun gəlməsinə şübhəm yox mənim, bir vaxt şırıl-şırıl su gələn arxa. Burada da məsəldən istifadə edilib, yəni su gələn arxa bir də gələcək. Salaq yadımıza bugün cahanın rəngləri dəyişən 5 qitəsini. Biz də görəcəyik Azərbaycanın güneyli-güzeyli xəritəsini. Yəni biz o bütünləşməyi, birləşməyi görəcəyik. Biz o güneyli-güzeyli Azərbaycan xəritəsini görəcəyik. Gələcək bir inam əks edilib həmin hissədə. Bütöv Azərbaycanın birliyindən söhbət açılır. Bu poemada Natəvan dramında olduğu kimi milli azadlıq uğrunda mübarizəyə həsr olunmuşdur poema. Və İstiqlal hərəkatı, şəhidlərdə olan İstiqlal hərəkatı yüksək dəyərləndirilir. Yəni Şəhidlər poemasındakı İstiqlal hərəkatı. İndi keçirik bəzi məqamlara. Əsər poema janrında yazılıb və sujet xətti yoxdur. Poemada, yəni öz əksini tapan məqamlar Şəhidlər poemasına işarə edilmişdir. Dil məsələsi var, həm də bu Xurşidbanı Natəvan əsərində keçən məqamdır. Poemadır. Daha sonra lirik poema hesab edilir. Lirik poema olduğundan təhkiyəyə yer verilməyib. Vətənin ikiyə bölünməsi, parçalanması məqamlarına diqqət yetirilir. Kölə Afrikanın kölə zəncisi ayağa qalxıb üsyan edərək ağasını məmləkətindən qovur. Bu məqama əsasən müəllif deyir ki, zəncinin bəxtini açan Allah mənim bəxtimi nə vaxt açacaq? Müəllif Gülüstan müqaviləsini ifritə, tikanlı məftil adlandırır. Poemada dilimizin azad olunmağına etiraz motivi var. Ana dilimiz artıq yüksək məqamlarda deyil, kənddə kəsəkdə yaşamağa başlayır. Baxın, tamamilə sıradan çıxmır. Kənddə kəsəkdə gizlin şəkildə də olsa yaşayırdı. Azərbaycanın şimal-cənuba bölünməsi burada öz əksini tapıb və bu müddət uzun idi. Sığdıra bilmir dağ qüruruna təpə önündəki məğlubiyyəti deyərkən Sovetin Azərbaycan xalqı ilə olan münasibətlərinə yer verilib və Azərbaycan xalqının yenilməzliyinə işarə edilmişdir. Müəllif bu poemada Şəhidlər poemasının adını çəkir və həmin hadisəni qeyd etmiş olur. Gələcəyə inam motivləri var. Bu həm də Şəhidlər poemasında öz əksini tapıb. Xudafərin körpüsünün adı çəkilib burada. Ayrı düşən xalqı qovuşdura bilmədiyi qeyd edilib və buna görə də Xudafərin bizim gözümüzün qabağında sanki göz dağına çevrilib.
Müəllif vətənin ikiyə bölünməsindən ürək ağrısı ilə danışır. Poema milli azadlıq uğrunda mübarizəyə həsr edilmişdir və millət öz arzusu, inamı, inadı, imanı ilə millət olur fikri poemada səslənir. Tomris, Koroğlu, Babək Nəsiminin adları burada çəkilmir və Şəhidlər poemasından 2 bənd eyni ilə təkrarlanmışdır. İndi isə digər mənbələrdən İstiqlal poemasının təhlili ilə bağlı olan bəzi qeydlərə baxaq. Yəni demədiyimiz məqamlara heca vəznində olduğu qeyd olundu. Süjet xətti yoxdur. Bütöv Azərbaycan ideyası burada aparıcıdır. Gülüstanın davamı kimi yazılıb. Əsərdə müəllif başqa bir əsərin adını çəkir. Bu da Şəhidlər poeması idi. Vətənimizlə bağlı tali yüklü məsələlərə yer verilmişdir. Poemada şəhidlərimizin qanı bahasına əldə edilmiş azadlıqdan qürurla danışılır. Afrika xalqları azadlıq hərəkatından geniş şəkildə istifadə edir. Müəllif vətənin ikiyə bölünməsindən ürək ağrısı ilə danışır. Xalqın parçalanmasına etiraz var, yəni müəllifin etirazı burada dilə gəlir. Əsarətə, köləliyə qarşı etiraz, azadlığa çağırış var. Müəllif ikiyə bölünən xalqın dünənki birliyini də dilə gətirir. Bu da 20 yanvar faciəsində olan birliyimiz idi. Gülüstan müqaviləsinin adı keçir və özü ağrı acı ilə xatırlanır. Gülüstan deyir aramızda tikanlı məftulə dönüb. Xudafərin körpüsü parçalanan millətin gözdağıdır. Doğma dilimizin yasaq olmasına etiraz səsini ucaldır müəllif. Dil kənd-təkəsəkdə yaşayır. Müəllif artıq ahlamanla heç nə əldə edə bilməyəcəyimizi vurğulayır. Tarixi hadisələrin adları çəkilir. Yəni geniş yer verilməsi yanlışdır, bəli. Gülüstan müqaviləsi var idi, Xudafərin körpüsü var idi, Şəhidlər poeması, 20 yanvar hadisəsi, yəni bunlara işarə edilib. Su gələn arxa bir də gələr deyimindən istifadə edilmişdir. Kuzeydəki, Şimali Azərbaycandakı istiqlal hərəkatı yüksək dəyərləndirilir. Gələcəyə nikbin əhval-ruhiyyə ifadə edilmişdir. Burada isə baxaq görək demədiyimiz hansısa məqam varsa bunları qeyd eləmişik. Toxunulan mövzular dil mövzusu və 20 yanvar faciəsidir. Şair yenə də ümidini itirmir. Poemanın sonunda bir gün Kuzeyli Güneyli Azərbaycanın xəritəsini görəcəyinə inanır və bunu qeyd edir. Lirik poem olduğundan əsərdə təhkiyəyə yer verilməyib. Bəndlərdən ibarətdir və orta bəndlərdən biri isə 5 misradan ibarətdir. İkinci hissənin ilk beyti 6 misradan və orta bəndlərdən biri 5 misradan ibarətdir. Əsərdə xalqımızın igid övladlarının mübarizəsindən, şəhidlərimizin qanı bahasına əldə etdikləri müstəqillik və azadlıqdan qürurla danışılır, tali yüklü problemlər və onların həlli öz əksini tapmışdır. Daha sonra Azərbaycan xalqının yenilməzliyi ilə barışa bilməməsi öz əksini tapıb burada əks olunub. Azərbaycanın şimali və cənuba bölünməsinin uzun müddət olması, Azərbaycanın bölünmüş torpaqlarında rus, fars dillərinin hakim olması, dilimizin öz varlığını daha çox sadə xalqın danışığında qoruyub saxlaması və gələcəyə inam motivləri öz əksini tapmışdı. Belə düşünürəm ki, İstiqlal poemasının təhlili də sizlər üçün faydalı oldu. Kanala abunə olub bəyənməyi unutmayın. Canlı dərslərimizdən yararlanmaq üçün ədəbiyyat dərslərimizə qoşula bilərsiniz. Əlaqə nömrəsi 070 228 1197. Sizinlə mən idim, Aytac müəllimə. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.